Bu ilin 3-cü rübü ərzində Gürcüstana 533,2 milyon dollar həcmində birbaşa xarici investisiya daxil olub. Yenavaz.com Geostata istinadən xəbər verir ki, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Bildirilir ki, bu ilin ilk 9 ay ərzində isə Gürcüstan iqtisadiyyatına ümumilikdə 1 milyard 296,9 milyon dollar birbaşa xarici investisiya yönəldilib. Bu ilin 3-cü rübündə Gürcüstana ən çox investisiya yatıran ölkələrin ilk beşliyində ABŞ, İspaniya, Türkiyə, Azərbaycan və Malta qərarlaşıb. Hesabat dövründən çox sərmayə cəlb edən sahələr bunlar olub. Daşınmaz əmlak, nəqliyyat sektoru və su təchizatı və tullantıların idarə edilməsi. Bu üç sektor 3-cü rübdə ölkəyə daxil olan birbaşa xarici investisiyanın 45,6%-ni özündə birləşdirir. Gürcüstanda ən çox xarici investisiya qəbul edən 10 şirkət bunlar olub.